Bayaq aparıcımız Vüsailə xanımın verilişdə səsləndirdiyi fikri burada absurdat edirik. Üzr istəyirəm, hərdən rusca sözlərə müraciət edəcəm. Çünki artıq 5 ildir Rusiyada yaşayıram. Yəni onu səsləndirdik ki, o fikir yanlışdır. Hansı fikir? Deyir ki, evi olmayan o insanla ailə qurmayın. Mən də sual verirəm ki, tutaq ki, 800 manat hələ iş tapsa, maaş alır da. Bax, bu Milli Şounun admini, məsələn. İndi bu 25 yaşında evi necə alsın? Evlənmə vaxtda keçir də. Lap olsun 30 yaş. Bu necə eləsin də, ay dostlar? Bəlkə yerini bilən var desin. Hə. Ona görə deyirəm, xeyr. Pulu milyonu olub, axmaq olub da ona ərə getməkdənsə, qoy pulu olmasın, kasıb olsun, mərd olsun, əxlaqı yerində olsun. Bəli, eləsinə ərə gedin. Avropada 10.000 avro maaş var. 80-90% bütün Avropa ölkələri hamısı kirayədə yaşayır. İmkanları da var ev almağa, almırlar. Çünki onlar həyatlarını yaşayırlar keyflə. Bugün burada, sabah orada. Hər şey evlə deyil, hər şey maşınla deyil. Xoşbəxtlik o deyil.